Salam əziz izləyicilərim. Demişdim sizə əti necə hazırlayacağımı bölüşəcəm. İndi isə onu bölüşürəm. Mən qiyməni bu formada hazırlayıram. Bu formada hazırlayıb bir çox yeməklərdə istifadə edirəm. İstər etli pirajkidə olsun, sobada, istər bilinçliklərdə, istər börəklərdə, bir çox yeməklərdə mən istifadə edirəm. Belə hazırlayıb xaldenliyə qoyuram dondurucuya gözünə. Lazım olanda çıxardıb istifadə eləyirəm. İndi isə keçək hazırlamasına. 500 qram mal əti qiyməni bişirəcəyim tavaya əlavə eləyib biraz pörtlədirəm. Biraz pörtlədəndən sonra 2-3 ədəd soğanı xırdalayıcıda xırdalayıb atıram. Onu da biraz bişirdikdən sonra sarı kök, duz, isti ot atıb yaxşıca bişirirəm. Biraz qızarandan sonra et pişmiş olur. Biraz da yağ əlavə eləyib yaxşıca qızardıram. Qızardıb soyuyandan sonra dediyim kimi pirajkidə, bilinçlikdə, hər cür yeməklərdə istifadə eləyə bilərsiniz.